Evet arkadaşlar, gördüğünüz kimi mən də monitoru belə animasyonlu bir şəkildə elədim. Bunu nə tər eləyəcək deyə fikirləşənlər varsa, birincisi burada Microsoft Store'dan endirə biləcəyimiz bir proqram var. Açılsın bu. Burada gördüğünüz gibi normal animasyonlu ekranlar var. Nədir? İstəyirsinizsə burada özünüz eləyə bilirsiniz. İkincisi isə burada Google'a giririk. Şu iki dəfə tıklama mənə çox fazla əsəbləşdirir. Buradan lan dur amına koyayım. Adı yazmışdı. Hə. M yazan olsa çıxır. Bu sitəyə gəlirik və buradan istədiyimiz arxa plan animasyonunu endirib yükləyib ekrana qoya bilirik. Məsələn, şimdi mən nə tər qoymaq istəyirəm? Burada 2-yə gələk. Amına qoyum, kontaktım. Nəsə hashtag reklam deyelim. Buradan animasyonlardan hansını seçək? Bunu seçdim məsələ. Endirdik. Mesela bu şimdi endirildi. Gözüm bu endirildi. Endirildikten sonraki ne tər eləyirik onu göstərəcəm indi bir dənə gözləyin. Evet, şu an gördüğünüz kimi Azərbaycanın en güclü interneti bizim evdədir. Yani şəxsən bu internet o kadar güclüdür ki ölürük də daha açsam yükləndi. Dediğimiz video proqrama gələk görək. İndi proqrama gəlirik. Şimdi açılsa Allah qoysa bu internet mənim hövsələmi daraltdı. Buradan yeni sekme bir dosya aç. En yukarıda bizim indirdiğimiz var. Burada tamam deyirik ve aşağıdaki yeşil xətt olsun. Buradan daha gerçəsi görsənir. Geldi bura. İndi buradan buna bastık ve dərərərəm. Təzə animasyonlu ekranımız xeyirli olsun ki bu eləmə o kadar asandır ki yani kompüter bilməyən bəbəyə belə versən eləyə bilər də yəni. İndi belə bir şey qoydum, ümid edirəm ki bundan ban yemərəm. Mən niyə bunu endirdim bilmirəm, immunluda bunu. Nəysə, videoyu bəyəndiyseniz abone olmayı unutmayın, görüşərik, sağ olun.